Siz hər bir insan öz azadlığının qədrini bilməlidir. İlk növbədə. Bizim gənclərimiz həqiqətən də gözəl gənclərimizdir. Savadlı, ziyalı gənclərimiz var. Bizim bugünkü gənclər Azərbaycanda təhsil alırlar. Avropada təhsil alırlar və Avropada təhsil alandan sonra da gəlirlər Azərbaycan dövlətində yüksək səviyyədə xidmət göstərirlər. Bilirsiniz, bəzi gənclər var ki, çox gözəl vurğuladınız ki, bugün sosial şəbəkə 21-ci əsrdir. Sosial şəbəkə deyir ki, gir, mənə daxil ol, əylən, bax, informasiya topala, xəbərlərdən məlumatın olsun. Yoxsa sosial şəbəkələrdən faydalan, sosial şəbəkələrdən yoxsa bəzi işlərlə məşğul olma. Bunu sosial şəbəkə dili olsa söyləyərdi, çox təəssüflər olsun. Bilirsiniz nətər, bizim gənclərimiz, bəzi gənclər var ki, görürsünüz ki, ailə gözəl ailədir, ziyalı ailədir. Ancaq onun evladı ziyalılığı başarmadı və gəncliyini, o gözəl yaşayışını qırağa qoyaraq ayrı yollarla məşğul oldular. Üzr istəyirəm, o nə mahnıdır ki, Dolə Varaskoy oxuyurlar, o mahnılar var, oxuyurlar və onu dinləyirlər. Ondan nə ləzzət ala bilərsən, nə tərbiyə ala bilərsən? Sən axı bir gələcəyin bir məmurusan, sən bir gələcəyin dövlətinə xidmətçisən, sənin ailən olacaq. Sən o evladlarına nə tərbiyə vericsən, nə elm vericsən, Dolyanı vericsənmi, yoxsa təsbih çöndərməyi vericsənmi? Çox təəssüflər ki, bu şeylər həqiqətən də azanacaqlıdır. O sosial şəbəkələrdə bilirsiniz, gənc nə deməkdir? Gəncin beyni, üzr istəyirəm bu ifadəmə görə, beyinləri bir peresos olur da, nə görürlər, dərhal onu maqnit kimi qəbul edirlər. Amma bu İsmail hər gəncə də şamil deyil. Bəli, təbii ki, hər gənclərə şamil deyil. O bəzi gənclərə deyirəm, bəzi gənclərə səslənirəm ki, valla gəlin haqq yoluna. Nə üçün ki, bilirsiniz nətərdir? Qanun qarşısında cavab verəndə peşman olur. Daha çox bu iradəsi zəif olan insanları, belə deyərdim, tez yaxalayır. İradəsi zəif, mən deyərdim ki, açıq deyirəm ki, iradəsi zəif olanlardan söhbət getmir. Bilirsiniz nətərdir? İnsanın beyin əsas